Pifaqor çox haqlı olaraq hər şeyi bilən insan prototipinə qarşı çıxdı. İddialı danışmadı. Çünki insan bilən bir varlıqdır, amma hər şeyi bilən deyil. Sadəcə sevməsi yetərlidir. Fəlsəfə həqiqətin arxasınca gedir. Onu isbatlamaq istəyir. Amma din nədir? Din də həqiqətin göstərir. Amma burada bir fərq var. Fəlsəfə deyir, mən həqiqəti tapmalıyam, mən həqiqəti araşdırmalıyam. Din deyir, mən həqiqəti sahiblənirəm. Artıq mən deyən həqiqətdir. Bax, burada belə bir... Mütləq həqiqət iddiası var deyil. Mütləq həqiqət iddiası var. Bax, burada əsas o dilemma ikisinin arasında buradan başlayır. Şimdi mən sizə bir sual verim. Bir dindar oxuyur dinin kitabdan bir həqiqəti. O heç, məsəl üçün, o həqiqətdə yaxınlaşmaq kimi bir proses zad olmur. Elə həmən iddia eləyir ki, bu doğrudur, durur orada. Bu, axmaq adam olaraq həqiqəti tədqiq eləmədən elə orada durmaq. Belə də deyil. Fəlsəfə tarixi mərhələlərə bölünür. Antik dövr, orta əsrlər dövrü, orta əsrlərdən sonraki Renesans dövrü. Bunların hamısında filosofların əksəriyyəti, bəlkə də bütünü dindar olublar. Yəni, dindar filosof ola bilər, yoxsa ola bilməz. Ola bilər, bal kimi olar. Niyə ola bilmir? Salam əziz Amin izləyiciləri. Bugün yenə sizin görüşünüzə gəlmişik və iki kolleqamızla gəlmişik görüşünüzə. Anar müəllimlə və Ələddin müəllimlə. İkisi də fəlsəfə üzrə fəlsəfə doktorudur, amma Ələddin müəllim Fəlsəfə İnstitutunun aparıcı elmi işçisidir. Anar müəllim isə İlahiyyat İnstitutunda Dinşünaslıq kafedrasının müdürüdür. Xoş gəlmişsiniz. Xoş gördük. İcazənizlə Anar müəllimdən başlayacağam. Anar müəllim, zaman-zaman sosial şəbəkələrdə bu məsələ öz aktuallığını göstərir. Fəlsəfə və din, istər dindar kəsim tərəf üçün bu aktualdır məsələ, istər sekulyar düşüncə daşıyıcıları üçün və hərçənd ki, filosof sözünün özünü fəlsəfəyə Pifaqor gətirib. Pifaqor özü tamamilə mistik düşüncə daşıyıcısıydı. Dini cəmaatın rəhbəri olub. Dini cəmaat rəhbəri olubdu. Tələbələrinə axirətdən danışırdı, Allahdan danışırdı, metempsixozdan, təkrar dünyaya gəlməkdən, reinkarnasiyadan danışırdı və gör dünyanın elə bir vaxtına gəldiyi çıxdıq ki, məsələ sual qalxır və əslində bir rezon da var da, bir səbəb də var bu suala ki, filosof dindar ola bilərmi, dindən danışa bilərmi? Bəli, çox təşəkkür edirəm. Həqiqətən də aktual bir məsələdir. Belə aktual məsələləri məhz Baku TV vasitəsilə, Amin verilişi vasitəsilə gündəmə gətirməniz özəlliklə cəmiyyətimizin, heç uzağa getmirəm, öz cəmiyyətimizin bu istiqamətdə maarifləndirməsi baxımından olduqca əhəmiyyətlidir. Çünki belə baxanda görsənir ki, sosial şəbəkələrə baxdığımız zaman mənim çıxartdığım nəticə budur ki, çox az insanın fəlsəfə və din haqqında ümumiyyətlə, məfhum olaraq anlayışı var. Yəni, bu kavramlar, bu məfhumlar çox qarışıqdır insanların zehnində. Hətta belə təsəvvür var ki, sanki yəni, bu sualın alternativi olaraq yəni, fəlsəfə dini məsələləri müzakirə bitinə çevirə bilməz. Və ya bir filosof Tanrıdan bəhs etdiyi zaman Tanrı varmı, yoxmu və ya Tanrının atributları ilə bağlı hər hansı bir məsələni müzakirə bitinə çevirəndə bunun fəlsəfi bir mahiyyət daşımadığını, bu necə filosofdur şəklində yorumlar da görürük biz. Halbuki məsələ belə deyil. Halbuki fəlsəfə tarixindən ciddi şəkildə maraqlanan və fəlsəfə tarixindən xəbəri olan insanlar nəinki klassik dövr fəlsəfəsi, daha hətta eramızdan əvvəlki dövr, hətta mən deyərdim ki, biz bilirik ki, fəlsəfə sözünün özünün məzmunu, elə Pifaqorun vermiş olduğu məna nədirsə, hikmət sevgisi, hikmət də sadəcə bugünkü pozitivist zehniyyətin anlamış olduğu şəkildə maddi dünyaya həbs edilmiş bir anlayış deyil ki, hikmət bir tərəfdən insanı, bir tərəfdən də insan xaricindəki digər varlıqların müxtəlif istiqamətləri ilə və boyutları ilə ehtiva edən bir anlayışdır. Yəni sözüm ona ki, məsələn, biz hikmət sözündən nə anlamalıyıq? Hikməti sevməkdən nəyi anlamalıyıq? Fəlsəfə mühakiməsindən nəyi anlamalıyıq sualına cavab verərkən insan nədir sualından bəncə bir başlamalıyıq. Çünki insan necə bir varlıqdır? İnsan düşünən bir varlıqdır. Əlbəttə, bu ona imkan verir ki, o fəlsəfi fikir, dini fikirləri irəli sürə bilsin. Amma insan eyni zamanda anlam arayışı içərisində olan bir varlıqdır. Və gəlin qəbul edək ki, bugünkü pozitivist zehniyyət, profan despotizm deyirəm mən buna, kultural şizofreniya deyirəm, hətta belə adlandırmaq mümkündürsə, bu zehniyyət insanın anlam arayışını da ölçülə bilən şeylər üzərindən bəlkə cavablandırıla biləcəyini iddia edir. Halbuki belə deyil.
Halbuki belə bir deyil. vaxtlar gözəlliyi Bəli. santimetrlə nətər ölçürlərsə, indi Bəli. də ağlı ancaq Bəli. o rasional ölçülərlə Kesinlikle ölçməyə insan çalışır. estetik zövqü olan bir varlıqdır. Estetik dəyərlərlə bağlı onun düşüncəsində, duyğularında müəyyən suallar yaranır. Etik marağı olan bir varlıqdır. Və ümumilikdə fəlsəfə zaten bütün bu şeyləri, yəni həyatın bütün bu istiqamətləri ya da insanın bütün bu hekayəsini və mənəvi strukturunu deyək də ehtiva edən bir anlayışdır. O mənada ki, biz məsələn bir şey haqqında, varlıq haqqında düşünərkən onun sadəcə ölçülə bilən tərəfləri haqqında düşünmürük ki, məna haqqında da, mənası haqqında da, onun insan həyatındakı kəsb etdiyi məna və əhəmiyyət haqqında da düşünürük. Məsələn, müasir texnologiyalarda biz telefona sahib oluruq və ya bir kompüterə sahib oluruq. Bu kompüterin həyatımızda, ümumiyyətlə bəşər həyatındakı mənası nədən ibarətdir? Nə ehtiva edir, nələri qatır bizim həyatımıza, nələri töhfə verir və nələri alır bizdən. Bunlar hamısı fəlsəfi sorğulamanın nəticəsidir. Ona görə də Pifaqor çox haqlı olaraq hər şeyi bilən insan prototipinə qarşı çıxdı. İddialı danışmadı. Ona görə daha əvvəl Sofos deyə, yəni hikmət sahibi, müdrik adamı müdrik tanımlamasını qəbul eləmədi. Çünki insan bilə-bilən bir varlıqdır, amma hər şeyi bilən deyil. Sadəcə sevməsi yetərlidir və əslində varlığa dair refleksiyamız, bizim intellektual refleksiyamız və hətta qəlbi refleksiyamız. Çünki idrak məsələsi sadəcə burada baş verən bir məsələ deyil, qəlbdə baş verən məsələdir. Və təsadüfi deyil ki, elə qədim Yunan fəlsəfəsindən, o cümlədən onlardan təsirlənərək, yenə orta əsrin İslami dünya görüşündən təsirlənərək idrak məsələsini söhbət gedərkən, məsələn İbn Sina olsun, Şeyx Qəzali olsun, bunlar və ya Nəsrəddin Tusi olsun, yəni bizim öz mədəniyyətimizin kökündə yatan dəyərlərdir bunlar. Bunlar idrakda əsas vasitə kimi sadəcə ağlı nəzərə almırdılar. Qəlbdə bir idrak vasitəsidir. Və əgər bunu niyə görə? Bəzən o mətnləri oxuyarkən düşünür insan. Çünki hesab edirəm ki, bizim varlığa dair həqiqətləri bilməyimiz sadəcə empirik ya da konkret olaraq definisiyalarda özünü ehtiva etməməlidir. Onun insana bir şey qazandırması lazımdır. Yəni insan o bilgidən yola çıxaraq əməlində də o bilgilərə uyğun davranmış olması lazımdır. Dolayısıyla insan sadəcə rasional bir varlıq deyil. Yəni ağıllı bir varlıqdır, amma bu ağıldan nəzərdə tutulan şey sadəcə onun varlıq və dünyaya qarşı refleksiyasında sadəcə ölçülə bilən şeyləri ortaya qoyması demək deyil ki, insanın anlam arayışı var, insan psixolojik bir varlıqdır. Bu anlam arayışına da cavab verən iki təməl sahə var Müşfiq müəllim. Biri fəlsəfədir, biri də dindir. Bəli, bunların ortaq cəhətləri var, bunların ayrıldığı nöqtələr var. İndi gedişat əsnasında bunlarla bağlı da sual versəz çox önəmli olur. Çox təşəkkür edirəm. Rica edirəm. Anar müəllim bir məsələ də qaldırdı. Elə isə Ələddin müəllim, siz filosofluq nədir sizin nöqteyi nəzərinizdən və bu məsələyə də o filosofluq anlayışından girin. Niyə bu problem yaranıb? Qərbdə də bu problem var. Çox sağ olun Müşfiq müəllim dəvətə görə. Anar müəllim çox gözəl giriş etdi. Amma burada bir neçə nüans var. Birincisi, filosof kimdir? Filosof fəlsəfədə hər hansı bir nəzəriyyəni, bu isbatlana da bilər, isbatlanmaya da bilər, təqdim edən şəxsə deyilir. Bu olur filosof. Bir də var cəmiyyətdə fəlsəfə müəllimi. Fəlsəfə müəllimi fəlsəfəni tədris edir, tədqiq edir, araşdırır. Bu olur fəlsəfə müəllimi və ya fəlsəfə üzrə tədqiqatçı. Məsələ filosofdan daha çox din və fəlsəfə münasibətlərində iki əsas nüans var. Birincisi, bundan ibarətdir ki, fəlsəfə həqiqəti peşindədir, onun arxasındadır, onu axtarır. Və əsas məqsəd bundan ibarət ki, mən həqiqətə çatmalıyam. Həqiqət nədir? Sualını cavablandırır, bütünlükdə götürdükdə. Çox gözəl Nəsrəddin Tusidən bir nümunə gətirdi və əsas məsələ fəlsəfə həqiqətin arxasınca gedir. Onu isbatlamaq istəyir. Amma din nədir? Din də həqiqətin göstərir, amma burada bir fərq var. Fəlsəfə deyir, mən həqiqəti tapmalıyam, mən həqiqəti araşdırmalıyam. Din deyir, mən həqiqəti sahiblənirəm. Artıq mən deyən həqiqətdir. Bax, burada belə bir mütləq həqiqət iddiası var deyilir. Mütləq həqiqət iddiası var. Bax, burada əsas o dilemma ikisinin arasında buradan başlayır. Şimdi mən sizə bir şey sual verim. Bir dindar oxuyur din kitabdan bir həqiqəti. O heç, məsəl üçün, o həqiqətdə yaxınlaşmaq kimi bir proses zad olmur. Elə həmən iddia eləyir ki, bu doğrudur, durur orada. Bu
axmaq adam olaraq həqiqəti tədqiq eləmədən elə orada Xeyr, durmaq. belə də deyil. Biz baxın, fəlsəfə tarixi mərhələlərə bölünür. Antik dövr, orta əsrlər dövrü, orta əsrlərdən sonraki Renesans dövrü. Bunların hamısında filosofların əksəriyyəti, bəlkə də bütünü dindar olublar. Yəni dindar filosof ola bilər, yoxsa ola bilməz? Ola bilər, bal kimi olar. Niyə ola bilmir? Məsələ rasional düşüncənin, yəni filosof inanclı ola bilər. Bunun inanclı olmasında hər hansı bir fəlsəfi problem yoxdur. Məsələ fəlsəfənin dində nə qədər rol oynadığı və dinin fəlsəfədə nə qədər rol oynadığından gedir. Yəni ciddi əsas sual bundan ibarətdir və burada da 4 əsas nəzəriyyə var. Mən nəzəriyyələrə keçid etmək istəmirəm. Sadəcə 2 nəzəriyyəni hal-hazırda qeyd etmək istəyirəm. İnşallah danışıqda. Bəli. Birinci nəzəriyyə rasionalizm nəzəriyyəsidir. Rasionalistlər əsasən Clifforddan sonra, müasir fəlsəfədə Clifforddan sonra bu qabarıq şəkildə, bu formatda meydana çıxdılar. Onlar deyirdilər ki, din xüsusi bir sahədir. Onun müddialarının isbatı riyaziyyatda olduğu kimi isbat edilməlidir. Yoxsa mövhumatdan ibarətdir, əks təqdirdə. Yəni rasional izahı verilməlidir. Rasional izahı verilməlidir. Əks təqdirdə sən onu təbliğ edə bilmərsən, onu inanc şəklinə gətirib başqalarına ötürə bilmərsən, təlqin edə bilməzsən, aferin. Və beləliklə bu bir nəzəriyyə formasına və elə bir isbat olunmalıdır. Bütün cəmiyyətlər üçün, bütün insanlar üçün və bütün məkanlarda başa düşülən, qəbul edilən olmalıdır. Məqbul sayılmalıdır. İkinci əsas nəzəriyyə də fideizm nəzəriyyəsidir. Fideistlər tam şəkildə bunun qarşısında dayanırlar. Fideistlər deyirlər ki, ümumiyyətlə ağlın necə bu qatıcılığa gedirdi rasional düşüncədə. Fideistlər də bu tərəfdən qatıcılığa meyilləndilər. Dedilər ki, ağıl öz qanunları ilə, rasional düşüncə öz qanunları ilə dində mövzuya müdaxilə edə bilməz. Dinin özünün qanunları var. Dinin özünün bir ənənəsi var, bir tradisyonu var, bir ənənəsi var və bununla din özünü, bir kültürü var, bir tarixi var, bir inanc sistemi var. Bununla siz gəlib bizimlə hərəkət etməlisiniz və inanmalısınız ki, başa düşəsiniz. İnanmadığınız qədər dini tam şəkildə başa düşə bilməyəcəksiniz. Təxminən kimlər bu şeyin arxasında durublar? Bu nəzəriyyənin arxasında təbii ki, orta əsrlərdən başlayıb gəlir bu tərəfə, amma açıq şəkildə bu nəzəriyyəni ortaya qoyan Søren Kierkegaard adlı bir filosofdur və özünün çoxlu əsərləri var. O filosofu da Søren Kierkegaardın özünü ekzistansializm fəlsəfəsinin banisi də hesab eləyirlər. Amma əsas nəzəriyyəni Kierkegaard verərkən iman özü bir riskdir. Əsas cümləsi budur. İman özü bir riskdir və insan iman edərkən bir risk edir. Bir cəsarət nümunəsidir. Cəsarət göstərir ki, iman gətirir. Çünki bundan sonraki artıq həyatı artıq bu riskdən ibarət olacaq, bu cəsarətdən ibarət olacaq və burada da ağlın önəmi yoxdur. Artıq sən ağlını da öz qəlbinə bir növ tapşırmalısan, öz mənəviyyatına verməlisən və artıq bundan sonra əməl prosesi, praktik. Burada önəmli bir məqam var. Yəni biz indi məsələn fəlsəfə-din münasibətlərini ələ alarkən, bu bizim cəmiyyətimizdə də mən görürəm, bunu müəyyən müzakirələrə qatılarkən, fəlsəfə-din münasibətlərinə dair yanaşmalar birmənalı deyil. Yəni bu o mənada ki, şərq dünyası ilə qərb dünyası arasında burada bir ayrılıq eləyəcək, bir ayrı seçkilik eləməliyik. Yəni ayırmalıyıq məsələn, təsnif etməliyik. Niyə? Az əvvəl müəllimin, Ələddin müəllimin qeyd etmiş olduğu ayrım və yanaşmalar qərb dünyasındakı xristianlığın doqmalarından irəli gələn bir şeydir. Yəni bu doqmalar elə bir şeydir ki, əgər doqmalara, dini doqmalara rasional bir təməl tapmadığınız zaman, onları rasional müstəvidə, fəlsəfi müstəvidə, müzakirə obyektinə çevirmədiyiniz zaman, onlar insana özünü açmır. Siz onları sadəcə qəbul etmək məcburiyyətindəsiniz. Və bu təqdirdə ustadım, iki təməl ifrat yanaşma, fikir versiniz, ikisi də ifrat yanaşmadır. Biri bir nöqtədir, biri o biri uc nöqtədir. İkisi də uc nöqtədir. Amma İslam dünyasında ya da şərq dünyasında məsələ belə deyil. Məsələ belə deyil. Bu fərdi müstəvidə də məsələ belə deyil. Məsələn, bir Budda həqiqəti dərk etmək üçün saraydan çıxdığı zaman ona da bir şəkildə biz hərçənd ki, ilahi dinlər kateqoriyasında görmürük onu dinlər tarixində, amma
fəlsəfi sorğulamağa tabe tutulduğu zaman Buddaya ilahi ilhamın gəlmədiyini hardan iddia eləyə bilərik? Tabii. Amma buna baxmayaraq o da sorğuluyur, o da düşünür və həyatına baxdığımız zaman müxtəlif imanda müxtəlif mərhələləri keçdiyini görürük. İslam şərqinə gəldiyimiz zaman isə İbn Sina, Farabi, Kindi fizikadan metafizikaya yüksəliblər. Onlar eyni zamanda İslam dininin müəyyən hökmlərini, hansı ki o hökmlər ki, bəşəri münasibətlərlə, muaməlat deyirlər buna. Çünki din iman, ibadət və əxlaqdan ibarətdir. Bütün dinlər. İbadət və iman, əxlaqla bağlı xüsusilə məqamlarını, hətta iman kateqoriyasında mövcud olan məfhumları Tanrı, mələk, peyğəmbər, axirət və s. kimi məsələləri fəlsəfi müstəvidə müzakirəyə açıblar. Ona görə də İslam dini ilə, yəni İslam kültürü ilə biz qərb kültürünü müqayisə edəndə İslam kültüründə dogmatik xüsusiyyət daha azdır. Çünki o dogmaların müəyyən bir hissəsi fəlsəfi müstəvidə, kəlamı müstəvidə açıqlanmağa çalışır. Bunu ilk dəfə Mötəzilə, Maturidə işarə edir və ilk rasionalist məktəblərdir bunlar. Yəni dolayısıyla İslam dünyasında fəlsəfə din münasibətləri ilə qərb dünyasındakı fəlsəfə din münasibətləri tamam fərqlidir. Biz İbn Rüşdə bunu görə bilərik. İbn Rüşdün Faslül Maqal adlı əsəri müəllimimiz çox gözəl bilir. Fəlsəfə din münasibətlərini ələ alarkən Qurani-Kərimdən təfəqqüh, tədəbbür, təzəkkür, nəzər və ibrət məfhumlarını ələ alır. Bunların tamamı Qurani-Kərimdə insanı düşünməyə sövq edən, hətta düşüncəni vacib halına gətirən ayətlərdir. Bu ayətlər üzərindən Tanrının həm qövli ayətlərini, yəni sözlü müdaxiləsini insan həyatına, həm də kevni müdaxiləsini, yəni yaradılış müdaxiləsini analiz süzgəcindən keçirmənin zəruri olduğunu vurğulayır. Və bu müstəvidə fəlsəfə ilə din əslində ortaq bir hədəfə xidmət edir. Hərçənd ki, onların həqiqət iddiası məsələsində müxtəlif fərqliliklər olmuş olsa da, qaldı ki, din həqiqət iddiasını ortaya atdığını desək belə, bunu mütləq şəkildə qəbul etsək belə, Alvin Plantinganın bu istiqamətdəki yanaşmaları bizdə çox açıqlayıcı mahiyyətdədir. Nə deyir? Deyir ki, təkamülçü nəzəriyyə və naturalist nəzəriyyə insanın özünün bildiyi doğruları belə insanın o doğrular haqqında şübhəyə düşməyə sövq eləyir. Çünki davamlı bir inkişaf nəticəsində bu gün bildiyim sabah həqiqət olmaya bilər. Dolayısıyla deyir, burada deyir ən güvənəcəyimiz yer Tanrının bizə fitrətən, yəni vermiş olduğu həqiqəti anlama duyğusudur. Yəni daxili olaraq insan həqiqəti dərk edəcək potensiala sahibdir. Yaxşı ki, bu var deyir. Yoxsa əks təqdirdə bəli, bizi deyir, yoxsa sabit saxlayır da müəyyən məsələlərdə, yəni bizim hansısa bir dayanaq nöqtəmiz olması lazımdır. Əslində bu məsələ Platonun da fəlsəfəsində təməl problemi idi. Mütləq yaxşı, mütləq həqiqət nəzəriyyəsi və ya ideyalar nəzəriyyəsi nə üçün ortaya atdı? Anar müəllim, mənə gəlir ki, burada elə siz dediyiniz məsələ daha çox önəm daşıyır. Bu xristian sxolastikasının gətirib çıxartdığı, yəni bu absurddur, ona görə də inanıram. Tertullianus. Onun məşhur fikri var. O kimi fikri gətirib çıxartdılar müsəlman dünyasına da, fəlsəfəsinə də və düşündülər ki, bütün imanlar sorğulamadan həqiqətə gəlməkdir və ümumiyyətlə dindar obrazını bu adam araşdırmır, ancaq qəbul eləyir kimi bir obraza gedir. Halbuki, məsələn, müsəlmanların imamı Peyğəmbər İbrahim ki, Allah bizə onu örnək kimi göstərir Quranda, o sorğulaya Allahı gəlib tapıb. Yəni ona göstəriblər ki, bu bütlər Allahdır, bu eksperiment qurub, bu bütləri qırıbdır. Təqlidilikdən təhqiqi imana. Sonra məsələn deyir ki, aydır mənim Allahım, sonra deyir günəşdir mənim Allahım, sonra deyir yox, bu mənim Allahım ola bilməz. Bunlar yoxa çıxırlar, ya gündüz harasa gedir, səhər arası gedir. Yəni bu ayələri bizə Allah sızdırmaqla göstərmək istəyir ki, bu İbrahim düşünən, sorğulayan, axtaran bir tipdir. Siz hardan çıxartdınız o Quran ayəsini eşitdi deyə o dəqiqə həqiqətə çatan? Siz inandım dediniz deyə biz sizi sınamayacaqmı deyir kitabda. Ona görə bu əslində inanan adam obrazının yanlış algılanmasıdır. Özəlliklə İslamdakı bu sanki kör-köranə o dəqiqə inanır və məmnunluq da tapır bunda. Həm çox təəssüflər olsun ki, müasir dövrdə bəzən bu klassik ənənə və orta çağla fəlsəfəsində məşğul olanları və o problemlə məşğul olanları çox göz ardı edirlər müəyyən mənada. Amma əslində belə deyil. Məsələn, Farabi eynən bu kültürdən, bu zehniyyətdən yola çıxaraq öz əsərlərində baxın necə bölür elmləri. Təməldə qoyur fəlsəfəni, sonra qoyur din, sonra kəlam, sonra fiqh və qeyd eləyir. Baxın, fəlsəfə altdadır, birinci, sonra gəlir din,
Müamilat hissəsidir əxlaq. Sonra gəlir kəlam, artıq dinin müdafiəsinə keçirmə mərhələsidir, teologiya. Daha sonra gəlir fiqh, o da onun hüquqi mərhələsidir. Yəni konkret olaraq müamilatlarla, münasibətlərlə bağlı tənzimləmələri eləyən fiqh, İslam hüququ deyək buna. Deyir ki, fiqh hardan gəlir? Tafaqquhdan gəlir. İbn Rüşd də buna işarət eləyir. Tafaqquh nə deməkdir? Dərindən düşünüb tapmaq, incələmək deməkdir. Dərindən düşünmək, incələmək və infer deyə bir anlayış var da, ingiliscə o çıxarma, bir mətndən bir nəticə çıxartma. Budur fiqh. Deyir, əgər fəlsəfi təfəkkür və fəlsəfi qabiliyyəti zəif olan insandan söhbət gedirsə, bu heç bir zaman deyir, nə dində, nə kəlamda, nə də fiqhdə İslamın istədiyi mesajları ora yansıda bilməyəcək və dini həyatda da bir mənada sıxıntılar və problemlər ortaya çıxacaq. Qəzali nə deyir? Yenə, məntiq də fəlsəfənin bir hissəsidir və alətidir, alət elmidir. Deyir ki, məntiqi olmayanın, məntiqi elmi olmayanın, məntiqi təfəkkürü olmayanın vermiş olduğu fikri hökmlərə güvənilməz. Ümumiyyətlə, dini bilgisinə güvənilməz, etibar edilməz. Yəni, fəlsəfi sorğulama bizim mədəniyyətdə var. Beytül Hikmə elə belə qurulmadı. Yəni, o əsərlərin tərcümə olunması və s. Amma həmin dövr ki, o dövrdə deməli, bağlanan Platon akademiyası dövrü idi, qədim Romada, Yunanistanda. Oradan köç edən elm adamları harda gəldilər, özlərinə məskən tapdılar. Harda gəldilər, müsəlman dünyasında tapdılar. Və o dünyada sadəcə Aristotelin əxlaq əsərləri tərcümə edilmirdi. Məntiq əsərləri, riyaziyyat, kimya sahəsində, biologiya sahəsində, musiqi elmi sahəsində bütün əsərlər tərcümə edilirdi. Və dünyaya baxış, Müşfiq müəllim, dünya görüş anlayışı əhatəli idi, tam idi. Biz puzzle-ın bütün hissələrini görə bilirik orada. Amma bugünkü dövrün anlayışı isə bizə atomizə edilmiş bir dünya təqdim edir. Yəni atomlaşdırılmış bir dünya, parçalanmış bir dünya. Sintez yoxdur burada, parçalamaq var. İnsan dünyasını da, fəlsəfəni də, dinə baxışı da elə bir parçaladılar ki, yəni buna boşuna demirəm. Müqəddəs olan sıyrıldı, çıxdı işin içərisindən. Əşya mərkəzi bir həyata çevrildik. Atom mərkəzi bir həyatdır hal-hazırda. Ona görə mən buna profan, Rene Genonun söyləminidir bu, əslində ondan əks etmiş olduğum fikirdir. Profan dünya anlayışı, yəni kutsala qarşı çıxan anlayış. Anar Hoca burada İslam ənənəsindəki fəlsəfə və düşüncə məsələsi ilə Qərb və Avropadakı fəlsəfə ənənəsini ayrım etdi. Əslində bu çox doğru bir addımdır, yəni ayrımdır əslində. Amma ayrımdan əlavə belə də deyil ki, xristian sxolastikasında ciddi tədqiqatlar olmayıb. Baxın, Anselm, Tomizm, Akvinalı Foma, bunlar əslində xristianlığın nəzəriyyəsini, dinini fəlsəfi müstəviyə gətiriblər və onu ciddi şəkildə əsrlər boyu müdafiə eləyiblər və hal-hazırda da onların əsərlərini oxuyanda yəni mən özüm şəxsən onlardan çox iqtibaslar etmişəm. Yəni müasir dünyaya da cavab verəcək bəzi nəzəriyyələri var onların. Xüsusən Tomizm fəlsəfəsinin. Elə deyil ki, onlar yəni xristianlığın fəlsəfi müstəvidə tədqiqatları o dərəcə olmayıb. Sadəcə orada gedilən yol və xüsusən Rönesans dövrü bir balaca məsələni dəyişdi və hal-hazırki modern fəlsəfədə əgər biz bunun üzərində dayansaq, çünki bu mövzu bir növdə modern fəlsəfəsinin mövzusudur, bəli, problemidir. Yəni orta əsrlərdə bu problem ümumiyyətlə yox idi. Əsas məsələ bundan ibarətdir. İnancılı şəxs fəlsəfədə filosofluq edə bilərmi? Fəlsəfi nəzəriyyə ortaya qoyarmı? Və bunun fəlsəfəsinin, bunun inancına münasibəti hansı dərəcədədir? Bəli, mənim şəxsən subyektiv fikrim bundan ibarətdir. İnancılı şəxs fəlsəfə, filosofluq edə bilər, fəlsəfə tədqiqatçısı ola bilər. Din və onun inancı ona ilham verici bir rol oynaya bilər. Amma fəlsəfədə dini argumentasiyadan, sırf dini argumentasiyadan istifadə edib öz fəlsəfəsini isbat etmək rasional düşüncələr və düşüncə nöqteyi nəzərindən məqbul hesab edilmir. Bu çox indi maraqlıdır. Vəy özü dəlil ola bilərmi? Necə? Vəhi. Bu baxır hansı prizmadan baxırsınız. Müəllim dedi ki, bu rasional ola bilməz, amma məsələ budur ki, məsələn, az əvvəl mən qeyd etmiş olduğum iki məqama açıqlıq gətirmək istəyirəm. Gözəl bir müzakirədir, təşəkkür edirəm müəllimə. Deməli, orada bir məqam var. Əgər fəlsəfə, bir filosof,
məsələn, İslam dünyasındakı filosoflardan bəhs edə bilərik, biz müdriklərdən bəhs edə bilərik. Dini argumentasiya aləti olaraq istifadə eləyib, hansısa bir fikir əsaslandırırsa, bu teologiya olmuş olur. Və teologiya da rasionallıq dəsində. Teologiya dinin öz doqmalarını və öz mühakimələrini və prinsiplərini əqli müstəvidə əsaslandırması üçün bir elm sahəsidir. Məsələn, bax, bir filosof yuxularından danışır. Məsələn, Pifaqor yuxularından danışırdı tələbələrinə. Yəni, bu irrasional bir bilginin müzakirə olunması da arqument kimi gətirilməsidir. Mən məsəl üçün oxuyanda rast gəlmişdim ki, Fəzlullah Nəimi də yuxularını danışırmış tələbələrinə. Bu da çox maraqlı bir şeydir. Rüya-i sadiqə deyə bir anlayış var. Yəni, vəh, dolayısıyla gətirib çıxaran vəh özü, məsələn, bilgi mənbəyi ola bilərmi? Fəlsəfi argumentasiyada, məsələn, bir insan vəyhə əsaslana bilərmi sübut olaraq? Bunu mən öz yanaşmamı deyil, ümumiyyətlə fəlsəfi və düşüncə tarixindəki yanaşmalara baxdığımız zaman, müəllim, bəşəriyyətin tarixi düşüncə və inanmaqdan ibarətdir. Bütün bəşəriyyətin tarixi, bütün mədəniyyət düşünmək və inanmaq üzərinə inşa edilir. Bu nə deməkdir? Burada həqiqətin mənbəyi sadəcə ağıl deyil, həm də duyğulardır, həm də vəhidir. Çünki məsələn biz İslam və eyni zamanda ilahi dinlərə baxdığımız zaman, özəlliklə dəyişdirilməmiş, yəni teologiyası çox da oynanılmamış, üzərində oynanılmamış dinlərə baxdığımız zaman vəhiy bilgi mənbəyidir. Məsələn, İslam teologiyasında vəhiy bilgi mənbəyidir. 3 bilgi mənbəyi var. Ağıl, duyğular, yəni 5 duyğu orqanımız və vəhiy bilgi mənbəyidir. Və Qurani Kərimində müəyyən bir hissəsinin, yəni alimlərin təbii ki, ortaya atmış olduğu iddialara görə yuxularla, röya-i sadiqə, hər yuxu deyil bu, röya-i sadiqə, yəni doğru yuxu məsələsidir. Sual ola bilər, biz də o yuxunun doğruluğundan necə əmin ola biləcəyik? Tam subyektiv. Bəli. Və o zaman, təbii ki, yəni əslində, müəllim, din özü də bir fərdi təcrübədir. Yəni, sadəcə yuxarıdan aşağı gələn bir şey deyildi, vəhiy dediyimiz şey. Aşağıdan yuxarıda gedən bir şeydir. Yəni, qəlbin açıq olmalıdır ki, ilahi nur feyz edə bilsin. Dini prizmadan baxdığımız zaman. Həqiqət kimi gələ bilsin adama. Məsələ burasındadır ki, fəlsəfənin özündə də həqiqətin mənbəyi, yəni doğru idrakın mənbəyi sadəcə bugünkü anlamda, pozitivistlərin iddia etdiyi kimi, belə iddia edilir axı, doğru idrakın mənbəyi empirik olaraq əsaslandırılmış həqiqətlərdir. Xeyr. Empirik olaraq. Yəni, laboratoriyaya salmalıyam nəysə, sonra deməliyəm ki, bu doğrudur və doğru idrakdan bəhs edirəmsə, mütləq o doğru idrakin əsaslanmış olduğu müəyyən doğru həqiqətlər olması lazım. Amma üzr istəyirəm, bu elmin özündə də həndəsə, məsələn, nöqtə, müstəvi, düz xətt, bunlar da ehkamlardır. Ehkamlardır. Bunlar da inancdır, bunlar da doğmadır əslində. Buna aksiyoma deyirlər. Aksiyoma deyirlər təbiət elmlərində. Bəli. Dolayısıyla, ustadım, məsələ bundan baxdır ki, fəlsəfədə də həqiqətin doğru nədir sualına verilən cavab bir mənalı deyil ki, rasionalistlər fərqli bir cavab verir. Müəllim Ərsəf, yəni müəyyən olur, çıxış əsasında, dialoq əsasında həyəcanların müəyyən şeyləri bəlkə yanlış. Rasionalizmin fərqli bir cavabı var, sensualistlərin fərqli bir cavabı var. Yəni, intuisiyaya əsaslananların fərqli bir cavabı var. Empiristlərin tamam fərqli bir cəhətləri var. Pozitivistlərin pozitivistlərə görə hadisənin özüdür. Amma hocam, əsas məsələ burada budur. Onlar heç vaxt həqiqəti sahiblənmirlər. Onlar məsələyə açıq münasibət bildirirlər, rasionalistlər. Və deyirlər, fikirlər müxtəlif ola bilər, tamamilə doğrudur. Yəni, həqiqət ancaq mənim dediyimdir deyil. Biz müzakirə edirik. Bəlkə bir neçə ildən sonra bütün bu nəzəriyyələrin hamısı iptal olacaq. Bu da var. Bəs pozitivistlər müəllim? Pozitivistlər xüsusilə Viyana o dairəsi ki var idi. Onlar təbii ki, elmin hamısını özlərinin, belə deyim də, gördüyü kimi, baxdığı kimi istəyirdilər. Onlar elə qərb düşünürləri tərəfindən tənqid olundular və aradan da demək olar getdilər nəzəriyyə olaraq. Hazırda onların davamçıları demək olar yoxdur. Amma məsələ din və fəlsəfə münasibətlərində filosofun öz inancından nə dərəcədə, hansı meyarlarla, hansı çərçivədə yararlanmasıdır. Bax, buna diqqət çəkmək lazımdır. Yəni, biz öncəki suala qayıtmaq istəyirik əslində. Vəhy bilgi mənbəyi ola bilərmi?
Təbii ki, istənilən fərd üçün bilgi mənbəyi ola bilər. Əgər onu mənbə kimi görürsə, istifadə edirsə, əlbəttə ola bilər. Amma bu fəlsəfədə bilgi mənbəyidir, yoxsa yox? Hə, bu artıq başqa məsələ. Bu əsas sual bu din və fəlsəfə münasibətində Michael Peterson bu sualı qoyur. Din nə dərəcədə inancılı filosofun fəlsəfəsinə yansıyır? Bax, əsas sual nöqtə, o açar bundan ibarətdir. Burada da çoxlu nəzəriyyələr var. Hocamız maşallah o nəzəriyyələrin bir hissəsini qeyd etdi və bir neçəsi də hələ qalıb. Yəni deməyə ehtiyac var. Mən düşünürəm ki, olar, problem yoxdur. Meyarlar fərqli ola bilər. Müxtəlif fikirlər səslənir. Son zamanlarda çıxan məqalələr oxuyanda ümumiyyətlə insan tam başqa bir məcraya yönəlir. Düşünürəm ki, bu mövzu əslində aktual olmağı ilə yanaşı insanların və xüsusən dinə, fəlsəfəyə meyli olan insanlardan söhbət gedir. O ən barmaq qoyacağı mövzulardan biridir. Bir qısa müddət içində bunları araşdırmaq və mən artıq bu fikri səsləndirib bitirdim, nöqtəli qoydum demək deyil. Bu müzakirə davam etməlidir, müxtəlif fikirlər burada. Mən niyə görə qeyd elədim? Pozitivizm özəlliklə sual verdim əlimizə. Yəni mənə gəlir ki, pozitivist dünya görüşünün, çünki bu tip tartışmalar, müzakirələr tamamilə modern dünya görüşünün tutumundan irəli gəlir əslində. Yəni bunu qəbul edək. Yəni bu sırıyıblar, aktuallığını da sırıyıblar. Əslində burada məsələ sadəcə filosofun dindar bir filosof ola bilərmi məsələsi də deyil. Bu məsələnin bir tərəfi. Bir də filosof dini məfhumları və məsələləri müzakirə vəziyyətinə çevirə bilərmi? Müşküləm, siz də bilirsiniz ki, ciddiyə ala bilərmi? Siz də bilirsiniz ki, yəni mən uzağa getmirəm. Müəyyən dissertasiyalarda bir filosof və ya fəlsəfə üzrə fəlsəfə doktoru olmaq istəyən öz dissertasiyasında məsələn İbn Rüşdlə bağlı bir şey çalışır. Ya orada ki Tanrı Allah sözü keçdi və adam Allah deyib də orada Tanrı deməyib, qad deməyib yəni. Bu fəlsəfi bir terminologiya deyir və amma adamın o zaman fərqli bir termin qoyduğun zaman da ortaya yəni o adamın mətninə xəyanət etmiş olursan. Və bu fəlsəfə ilə sanki uzlaş. Niyə ki? Yəni fəlsəfəçi zaten fəlsəfə dərdi həqiqətdirsə, bu həqiqət insanı əhatə edən bütün varlıq aləmini ehtiva etmirmi? Yəni varlıq aləmi ilə bağlı deyilmi? Ələddin müəllim, insan necə bir varlıq? İnsan anlam axtaran bir varlıqdır. İnsan inanan bir varlıqdır. Yəni sosial reallığı, gerçəkliyi nəzərə alaraq zaten psixoloji reallıq da var. Bəli, psixolojik bir reallıq da var. Bəli, bu filosofların əsərlərindən Tanrını, əxlaqı, estetik dəyərləri hamısını çıxartsanız, metafizikanı, ortada fəlsəfə qalarmı? Qalmaz. Və ən çoxu da insanı çıxarsaq oradan nə qalacaq? Mənim, zaten bunların hamısı insanla bağlı olduğu üçün mən deyirəm, yəni əxlaqi dəyərləri, metafizikanı, Tanrını, nə bilim, mütləq yaxşını, ideyaları, reinkarnasiya məsələn ilə bağlı fikir. Bunları çıxarsan ortada fəlsəfə qalarmı? Ölüm qorxusunu. Ölüm qorxusu qalarmı? Mən Risalə kindiyə kimin cəsarəti çatar filosof deməməyə? Yəni Risalə Lidəfil Ahsan deyə bir əsəri var. Üzünlərin ortadan qaldırılması üçün bir risalə yazıb, ölüm qorxusundan bəhs edir orada. Adam filosofdur. Pifaqor. Həm musiqi sahəsində, yəni riyaziyyatı çox gözəldir, həm dini cəmaatın lideridir. Sokratı, ay canım, axirət təsəvvürü ilə yaşayırdı adam. Daimoniyandan bəhs edir. Daimoniyan, vicdan. Bütün düşüncə tarixinə baxdığımız zaman biz orada yəni müqəddəsi görürük. Yəni deyək ki, Sokratdan daimoniyanı çıxaraq. Daimoniya nədir? Vicdan, consciousness. Bilinç, şuur, vicdan. Vicdan yəni ölçülə bilən bir şeydirmi? Xeyr. Və ya Platondan demiurqu çıxardaq. Varlığa şəkil verən, xaosu kosmos halına gətirən Tanrı təsəvvürünü çıxaraq. Aristoteldən ərəbcə deyəcəm, muharrikul əvvəli çıxaraq. Yəni ilk hərəkət etdirinizi çıxaraq. Ortada fəlsəfə qalmır. İlk hərəkət edici kim idi? Tanrıdır da. Ola bilər bu onun deistik bir Tanrı təsəvvürünü özündə ehtiva edir, amma nəticədə bir Tanrı var ya. Manuel Kant axırda nə oldu? Teorik ağlı tənqid elədi, praktik ağlı tənqid elədi ki, heç bir zaman metafizik həyatları bilə bilməz. Nəticədə əxlaqi prinsiplərin, yox əxlaq duyğusunun insana etdirdiklərinin insan üçün, yəni nə olmalıdır ki, insanı sövq etməlidir ki, bu əxlaqlı davransın, bu prinsiplərə uyğun davransın. Yenə gəldi Tanrını postulat olaraq müəllim də qəbul edir ki, məqbul hesab etdi. Biz bunu hara qoyacağıq? Onları çıxsaq fəlsəfədən nə qalır? Yox, fəlsəfə tamamilə doğrudur, amma burada iki məsələ var. Bir din fəlsəfəsi, bir dini fəlsəfə. Hə, məqam gözəl. Burada müəllimin dediyi İslam dünya görüşündə olan fəlsəfə formatı kəlam elmindən yararlanaraq, kəlamdan çıxaraq dini fəlsəfə müstəvisinə gəldi və çox ciddi suallar ortaya qoyaraq Farabi, Kindi, Farabi, İbn Sina, Nəsrəddin Tusi, İbn Rüşd bunlar hamısı
bu prosesdən yanaşdılar. Ona görə İslam dünyasında fəlsəfənin gedişatı ilə müasir dövrdəki fəlsəfənin gətirdiyi problemləri biraz fərqləndirmək lazımdır deyə düşünürəm. Çox təəssüfləyirəm. Söhbətimiz şirin yerində saxlamaq zorundayım. Çünki verilişimizə ayrılan zaman sona çatır. İkinizə də təşəkkür etmək istəyirəm. Sağ olun ki, gəldiniz və bir-iki toxunuşlarla məsələyə biraz işıq vermiş oldunuz. Təbii ki, bütün tərəflərini ələ almaq çox çətindir. İzləyicilərimizə isə gələn görüşlərə qədər demək istəyirəm.